də izahına baxaq. Bu test biraz diqqət tələb edən testdir. Ona görə diqqətli olmaq lazımdır. Bizə deyir ki, sual işarəsinin yerinə hansı söz yazılmalıdır ki, ona lalələr şəkilçisi artırılanda şəkilçidə hərf və səs tərkibi eyni olsun. Yəni tələffüzdə dəyişiklik olmasın. İkinci bir şərt də aşağıda yazır ki, cədvəldəki mütləq uyğunluqları müəyyənləşdirin. Birinci, sual işarəsinin yerinə yazıla bilər sözləri deyir. Bir də sual işarəsinin yerinə yazıla bilməyən sözləri deyir. İndi deməli, biz orada sual işarəsinin yerinə birinci xanadan qonur, cisim, qopar sözlərindən eləsini seçməliyik ki, onlar yazılanda lalələr şəkilçisində tələffüzdə heç bir dəyişiklik olmasın. İkincidə isə elə sözləri seçməliyik ki, o sual işarəsinin yerinə yazıla bilməsin. Yəni, lalələr tələffüzdə dəyişikliyə uğrasın. İndi gəlin, mən sizə bunu bu şəkildə yazmışam və izahını verim. İndi baxaq burada. Bax, qonurlar sözü iki cür tələffüz oluna bilir. Bir, feil kimi götürürsən, bir də əlamət kimi. Əgər feil kimi götürsək, tələffüzdə olacaq nə? Qonurlar şəklində olacaq. Demişik axı, feillərə artırılanda şəkilçi kökdə dəyişiklik yaradır. Burada kökümüzdə qonurlar sözündəki r-da l-ya çevrilir. Olur qonurlar şəklində. Amma biz bunu əlamət bildirən söz kimi götürsək, şəkilcidə tələffüz olacaq qonurlar şəklində. Və burada şəkilçi gördünüz dəyişikliyə uğradı. Rar şəklində oldu. Amma ikinci sözdə lar olduğu kimi qaldı. Kökdə dəyişiklik oldu. Bizdə kökü soruşmur. Bizdə deyir ki, şəkilçidə dəyişiklik olsun. Deməli, mən qonur sözünə larlər şəkilçisinə artırsam, iki cür tələffüz oluna bilər. Birində rarlər dəyişikliyə uğraya biləcək, birində isə larlər şəklində dəyişiklik olmadan tələffüz olunacaq. Mənə də birinci şərtdə nə demişdi? Bax, burada birinci şərtdə bizə nə demişdi? Bizə birinci şərtdə demişdi ki, sual işarəsinin yerinə yazıla bilər. Deməli, mən qonur sözünü ora yaza bilmərəm. Çünki orada bir dəfə dəyişikliyə uğrayır şəkilçi, bir dəfə uğramır. İndi gəlin ikinci sözə baxaq. Cisimlər sözünə. Cisimlər sözünə lalələr şəkilçisi artırılanda tələffüzdə olduğu kimi şəkilçi qalır. Heç bir dəyişikliyə uğramır. Deməli, mən bunu götürə bilərəm. Çünki mənə şərtdə demişdi ki, heç bir dəyişikliyə uğramasın. Bizim də burada cisimlər sözümüz hansı bənddə idi? İkincidə. İçini götürdüm. İndi baxaq qopar sözünə. Qopar sözünün tələffüzünə baxaq. Qopar sözündə sözün kökü qopardı. Lalələr şəkilçisi qəbul edəndə qopallar şəklində tələffüz olunur. Bəli, kökdə r samiti dəyişikliyə uğrayır. Amma l dəyişikliyə uğramır. Şəkilcidə heç bir dəyişiklik olmur. Mənə də demişdi ki, şəkilcidə dəyişiklik olmasın. Ona görə mən də buradan 3-ü də götürə bilərəm. Çünki 2 ilə 3-ə lalələr şəkilçisi artıranda şəkilcidə heç bir dəyişiklik olmur. Bu bənddən 2-3-ünü götürdüm. Uyğun gəldi sual işarəsinin yerinə. İndi baxıram ikinci xanaya. Sual işarəsinin yerinə yazıla bilməz. Yəni, ora elə sözlər seçilməlidir ki, bunlardan tələffüzdə lalələr fərqli tələffüz olunsun. İndi gəlin baxaq. Bax, qatır sözü. Qatır sözü həm isim kimi işlənə bilir, həm feil kimi işlənir. İsim kimi işlənəndə burada olacaq qatırlar. Şəkilçidə gördünüz tələffüz oldu. Amma feil kimi işlənəndə şəkilçidə tələffüz olmur. Deməli, bizdə nəyi soruşurdu bu xanada? Deyir ki, sual işarəsinin yerinə yazıla bilməz. Qatırlar sözü həm qatırlar şəklində tələffüz olunur, həm də qatırlar şəklində tələffüz olunur. 4 belə. İndi 5-ə baxaq. Damarlar sözü. Damar sözü özü də iki cür işlənir. Bir isim kimi, bir də feil kimi. Damarlar olur. İsim kimi işlənəndə dəyişikliyə uğradı. Damarlar, yəni feil kimi işlətdikdə isə dəyişikliyə uğramır şəkilçi. Kökdə dəyişiklik olur. Damarlar şəklində. Güldan sözünə baxaq. Güldan sözünə amma şəkilçi artırılanda dəyişikliyə uğrayır. Hər bir halda bu sözün bir işlənmə məqamı var. Onda da tələffüzdə güldanlar şəklində olacaq. Lalələr şəkilçisində dəyişiklik oldu. L döndü, oldu n. Deməli, bu da belə. İndi bizə şərtimizdə nə demişdi ikinci xanada? Sual işarəsinin yerinə yazıla bilməz. Deməli, güldan sözünü biz o sual işarəsinin yerinə yaza bilmərik. Çünki hər bir halda lalələr şəkilçisi nar şəklində tələffüz olunacaq. Ona görə də cavabımız olur 2, 3, 6. 4 ilə 5-i seçə bilmirəm ki, mən bilmirəm axı orada məndən onu isim kimi istəyir, yoxsa feil kimi istəyir. İsim kimi istəyəndə
dəyişiklik olur. Amma feil kimi işləyəndə dəyişiklik olmur. Ona görə o bəndi götürə bilmərəm. Cavabımız olacaq 2, 3, 6.